Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə PlayStation-ın yeni endirimləri ilə qarşınızdayım dostlar. PlayStation-ın 75%'lik yenə yeni endirimləri gəldi dostlar. Bugün sizlərə onlar haqqında danışacağım və əsas gözlədiyimiz endirimdə olan oyunları bir-bir sizlərə göstərəcəm dostlar. Dostlar, qeyd edeyim ki, bundan əvvəlki videolarımızda da qeyd etdiyimiz kimi PlayStation Plus-ların qiymətinə artımlar olub, müəyyən qədər təəssüf ki, artımlar olub. Onun üçün sizlərə tövsiyə edirəm ki, harda ucuz oyunlar, yəni maraqlı ucuz oyunlar gördünüz, hamısını ala bilərsiniz dostlar. Çünki yaxın müddətdə o oyunların qiymətinə də artımlar ola bilər. Həmçinin sizlərə burada qeyd eləmək istəyirəm ki, bunun kimi PlayStation-ın yeni endirimlərindən xəbərdar olmaq istəyirsinizsə, yəni bunları qaçırmaq istəmirsinizsə, kanalımıza abunə olun və bildirimləri aktiv eləyin ki, hər PlayStation endirimi olanda biz video paylaşırıq dostlar. Bu, yəni YouTube-da demək olar ki, birinci videonu biz paylaşırıq. Yəni endirimlər çıxdıqda tez bir şəkildə əgər hər hansı bir işimiz olmasa tez bir şəkildə bunu paylaşırıq dostlar. Yəni hər 15 gündən bir ayda bildiyiniz kimi PlayStation-da endirimlər olur dostlar. PlayStation Türkiyə səhifəsində göstərir. Hər ayda 15 gündən bir tədricən oyunlar dəyişilir dostlar. Yəni maraqlı oyunlar da olur, hansı ki içərisində endirim adı ilə oyunun qiyməti qalxıb sonra endirim olan oyunlar da olur. Onları da sizlər üçün açıqlayırıq. Oynadığımız oyunlar haqqında fikri bildiririk. Təbii ki, oynamadığımız oyunlar haqqında qısa məlumatlar veririk dostlar. Çox uzatmadan keçək bu yeni endirimlə gələn oyunlarımız hansılardır dostlar? Onlara bərabər bir yerdə baxaq dostlar. Keçdik komenterimizə dostlar və burada PlayStation-ın yeni endirim səhifəsinə qarşınızdayıq dostlar. Deməli bu şəkildə 70% PlayStation endirimi var. Yəni yeni hər endirim olduqda bu banneri dəyişdirirlər dostlar. Bu şəkildə PlayStation Türkiyə səhifəsindəyik dostlar. PlayStation qeyd edim ki, biz PlayStation fərqli regionlar da var, amma biz Türkiyə səhifəsindən baxırıq. Və bununla bağlı məlumatınız yoxdursa, bu videonun açıqlama bölməsində Instagram səhifəmizdən bizə yaza bilərsiniz. Details bölməsinə keçid edirik. Burada önəmli oyunlar var dostlar və önəmli oyunları sizlər üçün göstərmək istəyirəm. Köhnə oyunlarımız hələ bitməyib. Yəni mən yeni endirimli oyunlar çıxar-çıxmaz sizlərə göstərirəm. Yəni bunlar köhnə oyunlardır, hələ bitməyib. Bugün axırıncı vaxtdır dostlar. Bu videoya baxan əgər köhnə endirimdə olan oyunları almaq istəyirsə, bilsin ki, bu axırıncı gündür. Axşama bu endirimlər bitəcək dostlar. Keçək səhifəmizə, baxaq görün burada maraqlı oyunlarımızda nə var dostlar. İlk sırada təbii ki, ən çox PlayStation-da, yəni futbol dedikdə ağla gələn ilk oyunlardan biri FC 25-dir dostlar. Yəni yeni adı ilə FC 25. Yəni bu artıq hamınız bilirsiniz. Bunun köhnə adı FIFA 25 gedir dostlar. Standart versiyası, yəni bu şəkildə çox gözləyənlər var idi dostlar. 2899 TL-dən 869.99 TL-yə endirimə düşübdür dostlar. Hələ ki qiyməti stabil gedir. Yəni də aşağı qiymətdir. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Həm də PlayStation Pro dəstəkləyir. Dostlar, bunu standartdan və premium fərqi nədir? Ultimate Team fərqi nədir? Bildiyiniz kimi FIFA'nın fərqli xal sistemləri var dostlar. O Ultimate versiyasında həm xal sistemi, həm də Ultimate Team onlayn oynayanlara bir nəvi üstünlük verir dostlar. Və standart versiyası daha ucuz olduğuna görə kariyer modu oynayan və yan-yana dostu ilə FIFA oynamaq istəyənlər çox vaxtı bunu alır. Yəni endirimimiz bu şəkildədir. Qeyd edeyim ki, oyun türkcə gəlir. Yəni Türkiyə səhifəsinə aldıqda bunu bəzi dostlarımız gedib Amerika hesabına alış eləyir və yaxud da fərqli ölkədə alış eləyir və türk dilinə gəlmir deyə şikayətlənir. Amma dostlar, bu Türkiyə səhifəsində bu oyunda fərq eləyir. Bu da Ultimate versiyasıdır. Hələ ki endirimi bitməyib. Bugün bitir. Əgər Ultimate versiyasını almaq istəsəniz bu şəkildə buradadır dostlar. Baxaq digər oyunlarımıza. Bir digər oyunumuzu bir də dostlar, məşhur oyunlardan biri də NBA 2K25 standart versiyası. Olduqca ucuza düşüb dostlar, ucuzdur qiyməti. 2900 TL-dən, yəni 2900 TL oyun olar qardaş. 2900 TL-dən sadəcə 85% endirimə düşərək 435 TL olub. Yəni 435 TL alına bilər bu oyun. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. Basketbol sevənlər üçün qəşəng qrafikası olan bir basketbol oyunudur. Fərqli komandalar var, fərqli liqlər var içərisində. Qeyd edim ki, bir nəfərdən 4 nəfərə kimi
Yəni qoşulub oynamaq olur bu oyunu. Yəni pultla eyni vaxtda qoşulub yan-yana oynamaq olur dostlar. Baxın bu şəkildədir. Oyunumuz da FC 20 NBA 2K25 standart oyunumuz da bu şəkildə endirimdədir dostlar. Oyunlardan biri də əslində bu oyunu mən tez-tez UFC-nin təzə çıxanını sizlərə göstərmirəm. Qiymət baxımından göstərmirəm dostlar. Bunu əvvəlki Ultimate versiyası var idi. Onun qiyməti çox bax 1600. Yəni bu da elə o qədər də ucuz deyil. Düzdür, köhnə qiyməti çox bahadır dostlar. Sırf PlayStation 5 dəstəkləyir. Möhtəşəm qrafikləri var. Mən oynamamışam, amma gördüyüm qədərilə çox möhtəşəm qrafikləri var dostlar. 2900 TL-dən 1160 TL-yə çıxıb. Yenə də almaq istəyənlər gözləyə bilər dostlar. Mənim də şəxsi fikrimcə bu qiymətə də bahadır dostlar. 60% endirimə çoxdur dostlar. Həm ekran dili olsun, həm də ki səsləndirmə sistemi olsun. Qeyd edim ki, oyunların dil sisteminə baxmaq üçün bu şəkildə oyun səhifəsində aşağı düşdükdə belə bir səhifədə dil seçənəklərinə baxa bilərsiniz dostlar. It Takes Two həm PlayStation 4, həm PlayStation 5 üçün həm də yan-yana oynana bilən oyundur. Düzdür, mən yoxlamamışam dostlar, amma bunu çox sifariş verirlər bizdən. Məşhur oyunlardan biridir. Bu şəkildə 1499 TL-dən 524.99, yəni 525 TL-yə endirimə düşübdür dostlar. Bu şəkildə gördüyünüz kimi endirim vaxtları da burada yazılıbdır dostlar. Bunlara da qeyd eləyərsiniz, baxarsınız, bunda fikir verərsiniz dostlar. Həm PlayStation 4, həm PlayStation 5 üçündür. Oyundakı baxaq burada türkcə dil dəstəyi varmı? Oyunun da dostlar türkcə dil dəstəyi yoxdur. Alan Wake 2 bir çox satılan oyunlarımızdan biri də budur dostlar. Alan Wake 2 sadəcə PlayStation 5 dəstəkləyir dostlar bu versiyası. Yəni PlayStation 5 Standard Edition, həm PlayStation 5 Pro dəstəkləyir dostlar. 1099 TL-dən 50% yarı-yarıya endirimə düşübdür. 549.50 TL. Endirimə düşübdür dostlar. Bu şəkildə gördüyünüz kimi oyun tək nəfərlik oynanılır. Oyunun türkcə dil dəstəyi burada baxaq görün varmı? Oyunun türkcə dil dəstəyi yoxdur dostlar. Ən çox satılan maşın oyunlarından biri də, yəni Forza Horizon-a rəqib ola biləcək dərəcədə olan oyunlardan biri də The Crash Motorfest seriyası, Deluxe versiyası. Bu şəkildə 2999 TL-dən, yəni təbii ki, köhnə qiyməti çox bahadır dostlar. Yəni 3000 TL bir oyun olmaz. Heç kiminizə də dostlar tövsiyə eləmirəm ki, bu qiymətdən oyun alasınız. 70% endirimə düşərək 899.70, yəni 900 TL-yə endirimə düşübdür dostlar. Oyun həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. Ubisoft'un oyunudur dostlar. Bu şəkildə gördüyünüz kimi oyunun türkcə dil dəstəyinə baxaq görək varmı dostlar? Oyunun türkcə dil dəstəyi yoxdur. Bunun fərqli versiyaları da var. Burada baxa bilərsiniz. Baxın, Gold Edition versiyası bu versiyasından daha ucuzdur. O da 1779 TL-dən 622 TL-yə endirimə düşübdür. Resident Evil Village həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Resident Evil'ın çox satılan oyunlarından biri də budur dostlar. 1399 TL-dən 559.60 TL-yə endirimə düşübdür dostlar. Call of Duty seriyalarından bugün biraz endirimlər var. Çoxunuz gözləyirsiniz dostlar, bilirəm artır. Yeganə seriyasından biri budur, yəni Call of Duty Vanguard seriyası. Hələ ki qiyməti qalxmayıb dostlar. Amma fikrimcə yaxın zamanlarda bunun da qiyməti qalxacaq. Vaxtında yəni bunu almağınızı sizə tövsiyə edirəm. Əgər xoşunuza gəlirsə, təbii ki, şəxsi fikirlərimi deyirəm, tövsiyə vermirəm. Oyunları araşdırıb almanıza tövsiyə edirəm dostlar. Bu şəkildə Call of Duty Vanguard seriyamız həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar, həm də yan-yana oynamaq olur. Baxın, gördüyünüz kimi burada player bölməsində 1 və 2 player bölməsi var. Yan oynamaq olur. 599 TL-dən köhnə qiymətdə çox da baha deyil, amma yenə də 60% endirimdədir. 239.60 TL endirimə düşübdür dostlar. Həmçinin Call of Duty-nin digər seriyaları da var. Baxın, burada Modern Warfare 2 Campaign, Modern Warfare
remaster var. Köhnə oyunlardır, amma maraqlı missiyaları var. Ucuz bir şey axtarırsınızsa, bunları da alış eləyə bilərsiniz. Yəni bunların inanmıram qiyməti qalxa, amma yəni çox köhnə oyunlardır, amma çox maraqlı missiyaları var. Tək oturub başınızı qatmaq istəyirsinizsə, missiyalar keçmək istəyirsə, bu Call of Duty seriyalarında alış eləyə bilərsiniz dostlar. Bir diğer göstermek istediğim oyunun da biri dostlar Farm Simulator ki bu şəkildə 30% endirimə düşübdür. 1049 TL'dən 734 TL'yə düşüb. Düzdür, çox fərq eləmir, amma bunun digər versiyaları da var. Bu şəkildə baxa bilərsiniz dostlar. Əlavə, bu oyun çox tez-tez endirimə düşmür. Köhnə qiyməti düzdür 2000-3000 TL olmasa da, təbii ki, o qədər pul dəymir. Yəni yenə də 30% endirimə düşübdür. Almaq istəyənlər maraqlana bilər dostlar. Növbəti oyunumuz Mortal Kombat 11 standart versiyası. Dostlar, bunu mən çox suallar gəlir. Demək olar heç bir şey düşmür. Yəni bizim komissiyamız ola, yəni bu oyun yəni 4 manat, 5 manat ərzində olur. 349 TL'dir köhnə qiyməti. Düzdür, bunun içərisində biraz karakter azdır. Amma yenə ucuz bir oyun axtarırsınızsa, çox ucuza alıb oynamağa Mortal Kombat seriyası axtarırsa dostlar, bunu əldə edə bilərsiniz. Oyun həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. Bu şəkildə dostlar Mortal Kombat 11'imiz də bu şəkildədir. Uncharted Legacy of Collection seriyası dostlar. Həm PlayStation baxaq, sırf PlayStation 5 dəstəkləyir. Bunun PlayStation 4 versiyası yoxdur, amma birazdan göstərdiyim Uncharted seriyası PlayStation 4 dəstəkləyir. Bu şəkildə 1249 TL'dən 499.60 TL endirimə düşübdür. Qeyd edeyim ki, oyun türkçədir dostlar. Yəni bunu oynaya bilərsiniz. Həmçinin burada Uncharted seriya 4 seriyası var. Qeyd edeyim ki, bu 349 TL'dən 104.70 endirimə düşübdür dostlar və bu oyun 2 ədəd seriyası ayrı-ayrı birdən gəlir dostlar. Həmçinin oyunun türkçə versiyası da var. Assassin's Creed Mirage seriyası Deluxe Edition versiyası. Assassin's Creed'in çox satan oyunlardan biri də budur dostlar. 1049 TL'dən 419.60 TL'yə endirimə düşübdür. Oyun həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Tək nəfərlik modundadır. Oyunun türkçə versiyası yoxdur. Far Cry 6 seriyası Far Cry 6'nın Game of the Year bölməsini bunu göstərirəm dostlar. Fərqli versiyası da endirimlədir. Standart versiyasını almanı tövsiyə eləmirəm. Həm qiymət baxımından bahadır, yəni gərəksizdir o qiymət almaq. Həm də ki bunun bu versiyasını almaq daha məntiqlidir. Bunun içərisində eklentilər çoxdur dostlar. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə oyunun türkçə dil dəstəyi yoxdur təəssüf ki dostlar. Bu da möhtəşəm qrafikası olan bir oyunlardan biridir dostlar. PlayStation 4 dəstəkləyir. 5-də də alıb oynaya bilərsiniz. Seçim məsələsidir. Deməli bu şəkildə dostlar 500 TL'dən sadəcə 75 TL'yə endirimə düşübdür. Bu Definitive Edition versiyasıdır dostlar. Oyunun türkçə versiyası yoxdur dostlar. Bu şəkildə oyunumuz. Bir növbəti oyunlarımızdan biri də Tomb Raider Definitive Edition seriyası. Bu şəkildə 1399 TL'dən köhnə qiymətindən 80% endirimə düşərək 279.80 olub dostlar. Çox ucuz qiyməti olub. Resident Evil seriyası sevənlər də bunu qaçırmaya bilər dostlar. Oyun qeyd edelim ki PlayStation 4 üçündür dostlar. Oyunun türkçə dil dəstəyi yoxdur dostlar. Dostlar oyunlarımız bu şəkildə idi. Burada çoxdur oyunlar əslində. Yəni mən burada özüm seçdiyim oyunları göstərirəm. Əsas satılan, əsas ön plana çıxan oyunları göstərirəm. Təbii ki siz bu səhifəyə daxil olaraq digər oyunlara da baxa bilərsiniz. Oyunlar çoxdur burada. Fərqli-fərqli bizim görmədiyimiz oyunlar var. Burada fərqli oyunlar var. Düzdür, bəzi oyunları göstərmirik, qiymət baxımından baha olduğu üçün göstərmirik. Bəzi oyunları gözdən qaçıra bilirik. Yəni biz burada ən çox PlayStation ön plana çıxartdığı oyunları göstəririk dostlar. Qeyd edim ki, bu oyunları əldə etmək üçün Türkiyə hesabı açmaq və bunlar haqqında məlumat almaq istəyirsinizsə və yaxud da bizdən bu oyun almaq istəyirsinizsə, bu açıqlama bölməsinə əlavə etdiyimiz Instagram səhifəsindən bizə yaza bilərsiniz dostlar. Qısa müddətdə oyunları sizlərə alış edirik, həmçinin profil yarada bilirik dostlar. Təzə PlayStation'ınız varsa, həm profil yaratmaq olsun, həm bu oyunları şəxsi hesabınıza birbaşa almaq olsun, ucuz qiymətə sizlər üçün bunları alırıq dostlar. Təqdim etdiyi fikirli kanalı.